Azərbaycan Dövlət Pedaqoji Universitetində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş Kimya, Texnologiya, Ekologiya Respublika Elmi Konfransının açılış mərasimi keçirilib. Konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov akademik Yusif Məmmədəliyevin elm irsinin Azərbaycan kimya elminin inkişafındakı rolundan danışıb. Rektor bildirib ki, akademik Yusif Məmmədəliyevin yalnız Azərbaycan elminin deyil, həmçinin dünya kimya elminin inkişafında müstəsna xidmətləri olub. Neft Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyevin elmi irsi barədə geniş məruzə ilə çıxış edib. O, görkəmli alimin 20-ci əsr kimyasına verdiyi töhfələri, xüsusilə də neft kimya proseslərinin elmi əsaslarının yaradılması, kataliz və üzvü sintez sahəsində apardığı fundamental tədqiqatların müasir elmin inkişafında açdığı yol haqqında danışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, konfransda ölkənin əsas ali təhsil və elmi tədqiqat müəssisələrindən olan alim və tədqiqatçılar iştirak edirlər. 2 gün müddətində keçiriləcək konfrans 3 istiqamət üzrə 5 bölmə iclası ilə davam edəcək. Konfransda 240-a dək məruzənin təqdim edilməsi nəzərdə tutulur.